insan əgər İslam dinini qəbul edib müsəlman olacaqsa, ilk edəcəyi şey kəlmə-i şahadət gətirməkdir. Kəlmə-i şahadət gətirəndə ilk cümləmiz əşhədü ən la ilahə illallah olur. Yəni şahid edirəm ki, Allahdan başqa ilah yoxdur. Bəs nəyə şahid olduq? Nəyə şahidlik etdik? Dediyimiz bu cümlənin altını doldura bilirik. Göylərdə və yerdə neçə dəlillər var ki, onların yanından üz çevirərək keçərlər. Demək Allah varlığının dəlillərini kainatın hər bir nöqtəsində, hər bir zərrədə bizə göstərəcək. Məsələn, bir alma düşünək. Bu alma Allahın varlığına necə bir dəlil ola bilər? Örnək olaraq, hal-hazırda bu almanın əlində var ola bilməsi üçün mənə nə lazımdır? Baxın, tək bir almanın ortaya çıxması üçün toxum lazımdır. Toxumun ağac olması lazımdır. Toxuma əkməyə torpaq lazımdır. Torpaqdakı minerallar, buludlardan enən su, əsən külək, hətta daha da saysaq günəşin almanı bişirməsi, dünyanın və planetlərin öz oxu ətrafında doğru şəkildə dönməsi və bunun kimi saya bilməyəcəyimiz qədər çox örnək. Bu almanın sahibi kimdirsə, torpağın da, suyun da, buludların da, günəşin də, bütün kainatın sahibi də o olmalıdır. Bu örnək tək almaya aid deyil. Adi bir insanın da ayaqda olması, var olması üçün də bütün kainat var olmalıdır. Yerdən bitən ən sıravi ot üçün də. Bir şey üçün hər şey olmalıdır, hər şey üçün bir şey. Bu da bütün bu sistemi quran yaradıcının hər şeyi an-ban idarə etdiyinə və onun təkliyinə, birliyinə dəlil olmuş olur. Bu kainat elə bir tərzdə yaradılmışdır ki, bir çəyirdəyi xalq etmək üçün bir ağacı xalq edə bilən bir qüdrət lazımdır. Və bir ağacı xalq etmək üçün də kainatı xalq edə bilən bir qüdrət gərəkdir. Gözlə gördüyümüz hər bir şey bizə Allah anladır. Bizim bunları anlatmağa ömrümüz yetməz. Hələ ki hər bir şey dəlildirsə, adicə bir insan anatomiyasında bu bədənimizin içində elə acayib, ağlasılmaz hadisələr baş verir ki, tək birinin incəliklərinə qədər anladılmağa çalışılsa, bir insan ömrünü alır. Böyük ehtimal bütün bunları danışdığımız müddətdə də adi gördüyümüz bu bədənimizin içində necə bir qüsursuz sistemlər, hadisələr baş verdiyini göstərmək üçün qısa videolar qoymuş olaraq. Nəinki bədənimiz, göy üzündə elə fəaliyyətlər, hadisələr baş verir ki, şuuru yerində olan insan mümkün deyil ki, buna təsadüf, öz-özünə baş verir və ya təbiət eləyir desin. Elə bir planet, ulduz yoxdur ki, nizamsız hərəkət eləsin. Sanki bütün planetlər bizə bir şey anladırmış kimi hərəkət etdiyi cızdığı xəttlər göydə göz alıcı naxışlar çəkirlər. Yaşadığımız dünyaya baxsaq belə, təsəvvür edin ki, dünya üzərində yaşamış heç bir insan üzü bir-birinə bənzəmir. Hər bir insan fərqli üz quruluşunda yaradılır. Demək, üz quruluşlarını yaradan bütün ölən və qalan insanların üz quruluşlarına hakim olmalıdır ki, bu gün yeni doğan körpənin üz quruluşunu fərqli yaratsın. Nəinki üz quruluşu, hətta dünya üzərindəki bütün göz quruluşları bir-birindən fərqlidir. Bütün göz quruluşlarına hakim olan yaradıcı ancaq bütün yeni doğan körpənin gözünü digər bütün insanların gözündən fərqli yarada bilər. Hətta dünya üzərinə indiyənə kimi düşmüş heç bir qar dənəsi də bir-birinə bənzəmir. Bununla belə barmaq izlərimiz, yarpaqlar, həşəratlar, hər bir atom və s. Demək, kainatda yaradılmış ən adi bir qarışqanı yaradan kimdirsə, bütün kainatda yaradılan hər şeyə hakim və onları yaradan olmalıdır ki, o qarışqanı yaratdığı bütün hər şeydən fərqli yaratsın. Bu da Allahın varlığının və onun tək olduğunun heç bir şəriki olmadığının sadəcə bir isbatıdır. Bəlkə də indi cüzi də olsa şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur cümləsinin altını doldura bilmək.